ABŞ Nümayəndələr Palatası Qafqazda Çinin nəzarətinə qarşı mübarizə haqqında aktı qəbul edib. Qanun layihəsi Vaşinqtonun gürcü arzusunun ABŞ-ın əsas geosiyasi rəqiblərinin təsir dairəsinə yaxınlaşması ilə bağlı narahatlığını əks etdirir. Sənəd ABŞ administrasiyasına Gürcüstanda Rusiya və Çin kəşfiyyat strukturlarının təsiri barədə məxfi hesabat hazırlamağı tapşırır. Hesabat aktının qəbulundan sonra ən gecə 180 gün ərzində təqdim edilməlidir. Qanun layihəsi həmçinin Dövlət Departamentinə Gürcüstanla münasibətlər üzrə 5 illik strategiya hazırlamağı və ABŞ-ın Tbilisi ilə tərəfdaşlığa investisiyaları davam etdirib-etdirməməsini qiymətləndirməyi həvalə edir. Qəbuldan əvvəl Respublikaçı konqresmen Joe Wilson Nümayəndələr Palatasında çıxış edib. Gürcüstan və Avropa Komissiyası arasında Avropa İttifaqının viza tənzimləmələr çərçivəsində planlaşdırılan görüş Tbilisidə müzakirə mövzusuna çevrilib. Müxalifət ümid etdiyini bildirir ki, Gürcüstanın vizasız gediş-gəliş rejimi təhlükə ilə üzləşməyəcək. Onların fikrincə belə bir qərar qəbul olunarsa, bu Gürcü arzusunun yanlış siyasətinin nəticəsi olacaq. Hakim komandanın nümayəndələri isə bildirirlər ki, 11 iyunda keçiriləcək görüş texniki xarakter daşıyır və tərəflər diplomatik və xidməti pasportlarla bağlı qaydaları müzakirə edəcəklər. Müxalif düşərgədə qarşıdurma davam edir. Mikhail Saakashvili hesab edir ki, şəxsi xarakterli münaqişələr Bidzina İvanishvili tərəfindən sifariş olunmuş prosesin tərkib hissəsidir. O sosial şəbəkədə yazıb, əgər kimdəsə debat aparmaq həvəsi yaranıbsa, qoy direktoru necə məğlub etmək barədə mübahisə etsin, ideyalar yarışına qoşulsun, şəxsi incikliklər və kimisə alçaltmaq cəhdləri ilə deyil. Bununla yanaşı, Tamar Çergoleyşvili Facebook canlı yayımında bildirib ki, alyans daxilində qarşıdurma yoxdur və onlarla münaqişədə olan yeganə şəxs Mikhail Saakashvilidir. ATƏT Ermənistanda keçirilmiş parlament seçkiləri ilə bağlı ilkin hesabatını yayımlayıb. Hesabata görə 7 iyun 2026-cı il parlament seçkiləri seçicilərə namizədlər arasında real seçim imkanı təqdim edib və ümumilikdə yaxşı təşkil olunmuş proses kimi qiymətləndirilib. Bununla belə sənəddə kəskin qütbləşmiş siyasi mühitdən də bəhs olunur. Qeyd edilir ki, siyasi bölmələr birbaşa təzyiq və xarici müdaxilə üçün zəmin kimi istifadə olunub. Hesabatda həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın seçki kampaniya dövründə səsləndirdiyi bəzi bəyanatlara da toxunulur. Bildirilir ki, o müxalif namizədləri onlara məxsus şirkətləri milliləşdirilməsi ilə hədələyib və kampaniya müddətində namizədlər arasında şəxsi hücumlar tez-tez müşahidə olunub. Kareli bələdiyyəsində 3240 hektar kənd təsərrüfatı sahəsinin su təchizatı yaxşılaşdırılıb. Skra Kareliya əsas kanalının 11 kilometrlik hissəsində təmizləmə və bərpa işləri aparılıb. Kanal çöküntülərdən və alaqotlardan təmizlənib, zədələnmiş hissələr yenilənib. Cami su örtücü borusu bərpa olunub və yeni hidravlik qurğular quraşdırılıb. Layihə 2026-cı ilin may ayında tamamlanıb. Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kos Ukraynanın məhkəmə islahatlarını həyata keçirməyə çağırıb. O bildirib ki, tələb olunan dəyişikliklər edilməzsə, ölkə Avropa İttifaqından 100 milyonlarla avro qrant maliyyəsini itirə bilər. Söhbət hakimlərin dürüstlük bəyannamələrinin yoxlanması qaydalarının dəyişdirilməsindən gedir.